Salam aleyküm Ziba bacı. Salam aleyküm. Gəlin keçin. Sen çinmisən? Ha? Çinmisən? Ya bu lan başımı yumuşam. Gələ çinmiydin ha? Özdə bu elə belə şeylə baxmır ha, adam muxluyor. Birbaşa yeni şeydir bu, monopoliya ilə baxır. Senin falsın ne işin var ki? Xeyr ola. Ha, bu arvada görə gəlmişəm də. Ne olur ki gelin bacıya? Ay, bu təzə villa almamışıq. Arvad girir o villaya, 10 dəqiqə otururuq. Deyir ki, boğulma, sıxılalım, tez çıxaq. Mən də maraqlandım elədim. Dedilər ki, o, ola belə uruf tutub, cadu ediblər də ona. Mən bu falsı zibanı məsləhət gördülər. Dedilər, monopoliyanın gücü baxır. Təzə tikdiyim villada havalandırma sistemin qurumuzsan. Yox. Onda gelin bacı boğulacaq da. Sənə falsı lazımdır öyle, sənə yaxşı havalandırma sistemi qurmaq lazım. Dur evə, dur getdi. Başa düşmədim. Niyə gəlmişsiniz, niyə gedirsiniz? Özün bax da, nəyə gəlmişdik, nəyə getdik. Hadi bax, buranı görürsən, bura hava kanallarının istehsal zavodudur. Ümumiyyətlə, havalandırma dair nə istəsən, bu zavodda tapa bilərsən. Hadi, o keyfiyyatı çox qəşəkdir. Keyfiyyətə söz olanmaz, müdür, görsən bunu. Bu, bizim bu kanalların hazırlandığı listlər var, hamısı Türkiyədən gətirilir. Dəzgahlarımız da hamısı Türkiyə istehsalıdır. Bütün obyektlərdə, restoranlarda, otellərdə, çayxanalarda, şəxsi villalarda gəlib bütün havalandırma dair bütün işləri, layihələndirməsi, montajları görürük. Özü onu deyim ki, yanğına qarşı kanallardır, tüstüləmə kanallardır, hamısı bizlikdir.